Vaxtınız xeyir olsun değerli izleyiciler. Səmranın günü başladı, ama bugün renklerle başlayıb. Baxırıq ki, ətrafımızda çox renkler var. Ama elə renkler var ki, onların daxilində o kadar suallar, o kadar möcüzələr yatır ki, dedim ki, bugün hemen o renklerin sirlerinden size danışaq. İnsanların başka dediği, başka kimi gördüğü fərqlilik nedir? Bu fərqlilikdirmi, yoxsa bu möcüzədirmi? Həmən o möcüzələrdən də biri albinosdur və mən istərdim ki, bugünkü verilişimizin qonağı fərqliliyi ilə, özünün sirləri ilə, möcüzələri ilə Ceylan xanımla görüşək. Salam, necəsiz? Yaxşıyam, sağ olun. Necəsiz? Yaxşı olasınız, necə gözəlsiniz. Baxanda düşündüm ki, kukla. Deməli, mən belə başa düşdüm ki, bu Barbie oyuncaqlarını sizin timsalınızda yaradıblar. Bəli. %100. Boyunuz nə qədərdir? 1.72. Ay maşallah, gələcəyin modeli. 1.72. Necə fərqlisiniz? Vay. Özünüz ümumiyyətlə bu fərqliliğini hiss edirsinizmi? Əlbəttə. Tamam, gəlin birlikdə yaxından tanış olağın. İnsanların başka dediği her bir şeyin daxilində bir ışıq var və biz bugün sizə o ışıqdan bəhs etmək istəyirik. Tanrının öz nuru ilə çəkdiyi bu saflıq və gözəllik haqqında danışmaq istəyirəm. Qızı görəndə ürəyim getdi. İlk dəfə də biz görüşürük. TikTokda o qədər gəzirdim, dolaşırdım ki, dedim, qoy bu xanımı mən tanımaq istəyirəm. Çünki bilmirəm, bu xanımda özümü, uşaqlığını gördüm. Ayağlardan dəli oluram mən. Uşaqlığımı gördüm. Onun sanki o keçdiyi yollardan özümün yaşadığı silsilələrlə rastlaşdım və ona görə düşündüm ki, bugün verilişimizin qonağı xanımın adı Ceylandır. Bu fərqliliyi görmək üçün bir arada dinəndə Tural ki, mikrofonunuzu tut. Göz yox, ürək lazımdır. Bu ürəklə də biz insanlarda olan işığı görə biləcəyik. Mən istəyirəm ki, ilk öncə deyim, özünü insanlardan fərqli hiss edirsənmi? Özümü insanlardan fərqli hiss edirəm, amma sadəcə görünüş cəhətdən də belə hamımız eyni insanıq, sadəcə ürəklərdə də fərqlilik var da. Ürəklərdə deyirsiz fərqlilik var, amma insanlar deyirsiz hamısı eynidir. Amma mən düşünürəm ki, insanlar hamısı eyni olsa, bir-birimizdən fərqlənmərik. Sənin bu daxilevin işığının fərqlənməsində nə rol oynayır? Allah hər kəsə təptəmiz, saf bir qəlb bəxş edir. O da insanın özündən asılıdır ki, o qəlbi necə idarə eləsin də. Məsələn, onu pis idarə eləyən də var, yaxşılıq idarə eləyən də var. Məsələn, mən həqiqətən də çox saf biriyəm deyə qarşımdakı insanı da çox saf bilirəm də. Ona görə neçə dənə güvən problemləri yaşamışam, nə bilim, aldatılmışam, qəribə hisslərim olub, travmalar yaşamışam, çox olub da belə bir şeylər. Bax, bu fərqliliyə görə insanlar tərəfindən qeyri baxışlarla üz-üzə gəlirsənmi? Çox. Hələ də gəlirəm. Bu baxışlar, məsələn, bax, mən səni görəndə gözəlliyi ilə vahimələndim. Çünki mən istər-istəməz dəfələrlə saçlarımı sarıya boyadıram, istər-istəməz dəfələrlə, məsələn, günəş, yayda insanlar günəş alır, qaralırlar. Yəni, mən qaralmaqdan qaçıram ki, ağ qalım. Yəni, bu insanların sənə baxanda hansı baxışlar daha çox görürsən? Gözəlliyin qarşısında heyran olunması baxışları, yoxsa, bu niyə belədir? İkisi də olur. Məsələn, mən ailəmlə səyahət falan edəndə, yol qırağında gəzəndə çoxu gəlir yanımdan, düz yanımdan keçəndə, dib-dibi olanda deyir, uy da, gecə görsəm qorxaram. Biraz da gülüb keçirəm də, çünki onların içi elədi deyə, özlərini elə görürlər deyə, qarşısındakı insanı da özlərinə yansıtırlar. Hər insan aynasıdır, yəni ki, özünü əks etdirir insanlara. Amma çox qəşəng sözlər də deyənlər var. Məsələn, səhər 4-5 insan gəldi, mənimlə şəkil çəkdirdi, xoş sözlər dedilər. Özüm də sevinirəm ki, nə yaxşı ki, səmimi insanlarımız, xoş insanlarımız hələ də var. İnşallah daha çox olar. Ay, sən nursan, işıqsan, axırsan, inanırsan. İnsanlar səni görəndə fərqliliyi görür. Bəs sən o daxilindəki məni necə görürsən?
Daxilimdəki mənliyi, məsələn, uşaq vaxtı 10 yaşıma qədər mən çox içimə qapalı olmuşam, iştah kəsintiləri olub, yemək yeyəməmişəm, onun üçün hələ də belə zəifəm. Amma yəni ki, sonradan inkişaf elədikcə mənim mamam şuuraltı terapistidir, onun da seansları sayəsində özümə gəldim, çox sağ olsun onun da. Yəni ki, bu yolda irəliləməyimin çox faizinə mamam təşkil oldu da. Özgüvən. Belə bir sual verim. Deyirsən ki, bu yaşıma qədər iştahsızlıqdan əziyyət çəkdim. O yad insanların baxışlarındanmı, sənə olan qınaqlardanmı bu nəticələndin? Məsələn, məktəbə falan gedəndə ona görə dedim də, yəni 3 məktəb dəyişmişəm, ikisində çox dışlanmışam, yəni ki, oy da buna bax, nə bilim falan. Uşaq ürəyidir də, adama təsir edir. Amma böyüyəndən sonra başa düşürsən də hər şeyi. Bəs indi dərk edirsənmi sənin cizgilərin Tanrı bir nur olaraq yaradıb. Albinos sözünün mənasında xarici rəvayətlərə görə cənnətdən enən huri deməkdir. Yəni cənnətdən gələn mələk deməkdir. Çünki fərqliliyinə görə, sarılıqlarına görə, yəni sanki bu insana qarı toxunmayıb, belə deyək. Onlar səni o vaxt yaralayanda sən onda dərk edirdinmi ki, onlar səni yanlış edirlər, yoxsa düşünürdün ki, onlar doğrudular? Dərk eləmirdim, özüm də özümü neçə dəfə qınamışam ki, ayda mən Allah nə üçün belə yaratıb, nə bilim, niyə beləyəm. Qonaq falan gələndə, qohumlar gələndə çölə çıxmırdım, gedirdim otaqda oynayırdım oyuncaqlarımla falan. Ona görə yəni ki, çox dışlanmışam da. Sənin özün haqqında özgüvənli olmalısan. Hər insan sənə nəsə dedi deyə yaralanmamalısan. İnsanlar çox zaman bilirsən necədir. Qarşı tərəfdə, məsələn, deyək ki, gəl məndən danışaq, başqa insana gedir. Mən deyək ki, baxıram sənə, deyirəm, ayılı, mənim saçım sarı ola bilməyəcək. Mənim gözlərim mavi ola bilməyəcək. Məsələn, mən mavi linzanla gəlmişəm, sən amma anadan gəlmə mavi gözlərlə sahibsən. Mən sənin yerinə ola bilməyəndə və içimdəki o şeytani tərəf deyir ki, gəl bunu əzək ki, sən bunun yerində desin. Deyəcəm, sənin gözlərin mavidir, çox qorxuludur, saçın niyə belədir, niyə saçların belədir, vitamin çatmır səndə, xəstəsən, xəstələnmişsən, vay, rəngin ağdır, xəstəliyin yoxdur sənin. Anladın nə demək istəyirəm? Bəli. İnsanları əgər xarici görkəmi ilə başlayırsa onlara sual verilmədən, onlardan soruşulmadan qınağa çevirməyə, onlar hər zaman sənin yerində olmaq istəyən insanlardır. İnsanların iki tərəfi var, sağ və sol, qara və ağ tərəfi. Mən çalışıram ki, səni o tərəfdən yaralayım ki, çünki məndə o olmayacaq. Anladın mı nə demək istəyirəm? Yəni, insanlar səni nə zaman başlasa ki, sən beləsən, eləsən, bil ki, onlar sənin yerində ola bilməyəcəyi üçün belə rəftar edəcəklər. Mən öz həyatım yolundan bu şeylərlə sınandım arıqlığıma görə. Çəkim çox az olduğuma görə dedilər, xəstədir, çöpdür, qulaq çöpüdür və yaxud da nə bilim diş çöpüdür. Yəni bu tip mən məruzlara qaldım, amma sizdə də elə də arıqlığa görə, fərqliliyə görə, amma bir şey nəzərdən keçirək ki, Tanrı hər bir insanı bu dünyaya, onun çörəyi nədən qazanılacaq deyə çörək mənbəyi onun daxilində, ruhunda göstərir. Məsələn, biri səsi ilə qazanar, biri çəkməyi ilə qazanar, biri gözəl tikməyi ilə qazanar, biri bina ucaltmaqla qazanar. Məsələn, sənə də baxıram, saçlar ağappaq, bədən tenin ağappaq, sən model olmalısan. İnşallah. Modeliyə marağın varmı? Çox. Bəlkə də bugün bizim görüşməyimizin səbəbi mənim sənə ötürəcəm bu mesajdır ki, sən model olmalısan. Sən bax, bu simanla çox böyük pullar əldə edəcəksən, çox böyük qazanclar əldə edəcəksən. Çünki bu simanı qoru, bu simanla da fəxr et. Tamam mı? Uşaqlıqdan danışdıq və mən bir sual vermək istəyirdim ki, uşaqlıqda baxışlar, pıçıltılar, qeybətlər, sənin haqqında müzakirələr səndə nə iz qoydu? Uşaqlıqdakı baxışlar mənə çox təsir elədi, amma xoş təsirlər də var idi onların içində. Mənfilər çox olub deyə öyrəşmişəm ki, yəni mənfi də davam eləyəcək də bu baxışlar. Mən yol falan gedəndə çox göründü, qəribə baxırdılar. Xoş baxanlar da var idi, mənfi baxanlar da var idi. Mənim irəliyə getməyimin səbəbi o mənfilər sayəsində olub, yəni. Onlara da çox sağ ol deyirəm ki, nə yaxşı ki, məni
pislədiz, mən də özümü qabağa çəkdim ki, bu pis baxışlar davam eləməsin. Sənin o bədəninin qaməti, ruhunun qaməti, duruşun mənə də gözəl bir mesaj ötürdün ki, sizə görə mən qabağa getdim ki, siz də görəsiniz. Amma sənə bir söz deyim, albinos təkcə bir söz deyil. Bax, mən bunu sənə deyirəm, bunu unutma. Tanrı albinosları sadəcə öz işığı ilə bir portret olaraq çəkib. Yəni kimsə sənə nəsə düşəndə, dinən Allahım, sənin portreti vəlaq edirlər. Bax da. Heç olubmu fərqliliyi, öncə yük, sonra qanat kimi hiss etmirsən? Özüm güzgüyə baxanda deyirdim, ay Allah, sən məni niyə belə yaratmısan? Özümə baxmaq, özümü cəmiyyətə tanıtmaq mənə yük kimi gəlir. Hər insan eynidir, sadəcə fərqlənməyimiz Allah tərəfindən verilən qəlblər, ruhlar tərəfindən fərqlənir. Mənə məsələn çox deyirlər ki, get saç rənglə, qara ol falan filan. Deyirəm, yox da mən beləyəm. Allah məni belə ağ nur kimi yaratıbsa, mən deməli onun huzuruna belə lazımam. Fikirlərim biz olur, qızın cavabları mənə dəli eləyir. İnsanların başqa dediyi hər fərqlilikdə bir möcüzə var. Yəni bunu hər zaman unutmayın. Mənim deməli sənin cavabların əslində sənin ruhun ali olduğuna görədir, yüksək olduğuna görədir. Bu cavabları mən sıradan bir uşağa da versəm, yəni sənin timsalında başqa bir 15 yaşlı bəlkə bir 10 uşağa versəm, o bu cavabları verə bilməyəcək. Sənin zaten fərqliliyin, ruhunun seçilməsinə səbəb sənin görsə bu beyinə, bu elmə sahib olmağındır. Yəni düşünmə ki, sənə uşaq sualları verir. İnsanlar uşaq ikən belə o böyük ruhu daşıyır. Mən uşaq ikən bəli ola bilər ki, məsələn bəzi məqamları dərk etmirsən, ruhu, sevgini dərk etmirsən, ola bilər ki, ailə terminin dərk etmirsən uşaq zaman, amma beynin sənin o verilən sualları, insanlarda fərqliliyi, insanlarda yaxşı ilə pisi ayırmağı dərk edirsən. Sən bugün əgər bunu dərk edirsənsə, bu sənin sadəcə seçilmiş olduğuna görədir və özün də qeyd edirsən ki, mənə Allah onun huzuruna belə çıxmağını məsləhət görübsə, insanların mənə fikir görsə necə baxırlar. Sağ olun. Görürsən necə baxırlar, fərqli baxırlar, çünki çox fərqlisən. Bax, bu timsalda da davam etməlisən, başa düşdün nə demək istəyir? Cəmiyyətin gözəllik anlayışı çox zaman rəngə, formaya baxır. Bəs sənin gözəllik anlayışın dəridəmi, rəngdəmi, yoxsa ruhdanmı başlayır? Gözəllik anlayışı insanın ruhuna baxır, ürəyinə baxır, qəlbinin təmizliyinə baxır ki, o insanın qəlbinin təmizliyi dışa vurur da onun öz gözəlliyində, xaricinə vurur. Gözəllik ruhdan başlayır. Gözəllik ruhdan başlayır. Ruhun gözəldirsə, üzvə yansıyır, düzdürmü? Anladım. Bəs məsələn, sənin bax bu gözəlliyinin rəngi hansı rəngdir? Mən gözəlliyimin rəngini tamamilə ağ nur kimi hiss edirəm də, parlaq bir işıq kimi, məsələn də günəşin rəngi kimi hiss edirəm. Bəlkə də günəşin qızısan. Bəlkə də günəşin qızısan. Günəşi çox sevirəm ama. Mən də günəş. Hansı ayda doğulmusan? Avqust ayağı. Ay neçəsi? 14-də. Şir bürcü. Mən də şirəm. Neçəsi? 3-ü. Görürsünüz o. Necə bir-birimizi tapmışıq. Şir bürcü. Şirlər çox həssas olur. Şirəmişə şir. Oradan bir dənə mahnı qoyarsın. Amma yox. Güzgüyə baxanda ən çox özündə bəyəndiyin nədir? Gözlərim. Gözlərim, İndi sən mənə burada biabır edirsən, mən linzada gəlmişəm, xanımın da gözləri alaq. Gözləri rənginə görə çox bəyənir. Günəşə baxanda gözümün rəngi dəyişir. Saatdan asılıdır, axşamlar dəyişir, günəşə baxanda dəyişir. Məsələn, indi baxsam ağappaq orada, göyün ağ forması. Çox maraqlı gəldim. Gözlərin çox qəribədir, elə bir kukla kimi. Çox sağ ol. Bəs niyə belə kukla kimi hərəkət edir? Nistaqıma görə. Nəyə görə? Nistagmus, göz xəstəliyi. O adi insanlarda da baş verir, sadəcə albinoslarda melanin də var, nistagm da var deyə göz titrəməsi baş verir. Məsələn, mənim bu göz bəbəyim, qara göz bəbəyi var insanlarda, o məndə yoxdur. İçi boşdur. Bir dənə gözünü çək yaxından. Elə bir kukla gözüdür. Utandım. Yox, utanma. Günəşə bax, günəşə. Kukla gözüdür. Atlarımını borayımı,
Odatimizga ko'ra o'tini yorib beraymi? Arshimolchi bobodan duo olib qaytamiz, sevgini kuyga solib to'yimizda aytamiz. Arshimolchi bobodan duo olib qaytamiz, sevgini kuyga solib to'yimizda aytamiz. Oh mazali so'zlari bor mazali, o'g'irladi xayolim Ozarbayjon go'zali, mazali so'zlari bor mazali. Güzeli, Azerbaycan güzeli. Çok sağ olun. Teşekkür sizlerge. Sağ olun, minnettarım, çok sağ olun. Teşekkür Sağ olun, sizlerge. sağ olun, çok sağ olun. Salamat. Salamat olsun. Görsən, bana bak. Səni sən kimi anlayan, səni qəbul edən, həyatında iz qoyan insanlar olubmu? Yəni sənin inkişafında belə deyək də qaldıran insan olubmu? Məni həyatımda mən babamla nənəmin yanında böyümüşəm deyə, ana babam, ana nənəmin yanında böyümüşəm deyə onların mənə çox dəstəyi olub. Babam məni çox sevib. Sənin o fərqliliyi sənə necə sevdiriblər? Babam məni həmişə də, yəni dəstəkləyirdi, çox istəyirdi, həmişə deyirdi, sən mənim ağ mələyimsən, ağ balamsan falan. Amma özüm də xoş olurdum ki, nə yaxşı ki, ailəm məni fərqliliyimə görə atmayıb. Bu yolda mənə ana-atam da çox dəstək oldu. Sosial mediaya qarşı heç marağım yox idi. Utanardım, video falan çəkməyə utanardım. Burada gəzirəmsə, siz sayənizdə gəzirəm. Yəni, o qədər utancağam ki, çox asosial deyirlərdi, ona asosial idim. Canım, sən şir bürcüsün. Utanmaq bilsən nə vaxt utanar? İnsan kimisə malına göz dikəndə, insan kimisin eybini ortaya çıxardanda, insan kimisə lağ edəndə, insan kimisə ələ salanda utanır. Yoxsa insan özündən əsla utanmaz. İnsan özünün pis xarakterlərindən utanar. Əgər pislik edərsə, əgər zərər yetirərsə, bunlar üzərində işləyə bilər ki, dəyişsin, bunları düzəltsin. Amma mənim sənə məsləhətim əsla və əsla utanma. Öz bədənini, öz fərqliliyini bəyənməkdə çətini çəkən gənc qızlara, yeni yetmələrə nə söyləmək istərdin? Nə söyləmək istərdim? Onu söyləmək istərdim ki, həmişə xoşbəxt olun. Negativlik varsa o negativlikdən pozitivi çıxartmağa çalışın. Çünki insanlar elədir ki, qarşısındakini yargılamaqdan zövq alırlar da, kobudlardan gedir də indi əksəriyyəti. Çünki yəni, kobud olsun, onsuz da sən kobud insanlarla qarşılaşacaqsan. Amma təbii olsun, məsələn, təmiz olsun, xoşbəxt olsun, həmişə xoşbəxtliklə qarşılaşacaqsan. Pisliyindən qalmırsa, mən nə üçün yaxşılığımdan qalmır? Ay, sağ ol, çox gözəl cümlə. Deyək ki, mənim 10 yaşım var, fərqli olmuşam. Və həmən o fərqlilikdə sən özün o yollardan keçdində çox əziyyət çəkdin. Çətin də olsa sənin qaldırmaqda, sənin şüuraltı güc verməkdə anamın böyük rolu olub ki, anam psixoloqdur. Bəs elə qızlar da var ki, onların həyatında bəlkə də heç ana tərəfi anası da olmaya bilər, anadan güc almaya da bilər, ata tərəfdən güc almaya. Onlar həyatda nədən güc alsın? Onlar həyatdan mənfi rəylərdən güc alsın. Mamamgilin heç xəbəri yox idi də, mən belə ayrı seçkiliyə uğrayıram. Mən nənəmin telefonunda not yeri var, oraya yazırdım içimdəki günlük kimi. Heç kim bilmirdi mənim o məktublarımı. Özüm istəyirdim ki, özüm güclənim də, kiminsə sayəsində yox. Nələr yazırdın ki? Nələr yazırdım? Yazırdım ki, salam əziz günlüyüm. Mən Ceylan, mən albinosam. Cəmiyyət tərəfində ayrı seçkiliyə rast gəlirəm, çox pis oluram. O rəyləri yazdıqlarımı oxuyub nə deyirdin? Sən gözlə səni başımı oynasın, gələcək. Olsa mən açmasam da Allah mütləq açacaq. Bizi şəkillərə, ana var. Canlarım mən, görsən, ay ulduz olduq, ulduz. Mən qara olsaydım, heç kimin vecini olmayacaqdı sadəcə. Mən yavr eləmə məni. Mən heç mi yapmışdım? Səni çox özgür. Mən artıq, canım, məni çəkirdilər, səni yox. O sənin gözəlliyi və bir peyzaj olaraq səni çəkdi. Başa düşürsən? Mən də orada çəkdəsin də. Sizə çəkirlər, dişil enerji deyək. Rahat. İnsan nəyə çəkir təbiəti? Təbiətin Allahın yaratdığı dağı, gölü, mənzərəni çəkir. Başa düşürsən? Onlar da səndə bir peyzaj görürlər. Sən bax bunlardan yapış. Bunları, mən də bunu gördülər. Bunları qeyd elə. İndən belə həmən o dəftəri götürürsən, yazırsan. Yolda məni çəkdilər.
Niyə çəkdilər? Çünki mən peyzajam. Yolda mənə gözəl baxdılar. Niyə? Çünki mən peyzajam. Bu dəqiqə bütün dünya səni izləyir və səni dinləyir. Onlara nə mesaj göndərərdin? Heç kimin baxış açısına fikir verməyin. Həmişə özünüz olun. Kim nə deyər, nə eşidər, nə danışar, heç birinə qulaq asmayın. Sadəcə öz yolunuzu gedin. Xoşbəxt olun. Biz artıq kəmərlərimizi bağladıq, uçuruq göylərə. Açma, qorxuram. Bugünkü verilişimizin sonuna yaxınlaşırıq. Sizinlə sağollaşaq. Bugünkü bölümdə insanların rənglərində olan möcüzəni gördüm. Məsələn, mən qaraşınam, bu xanım sarışındır. Onun ruhunda olan işığı gördüm. Onun dünyaya baxış bucağını gördüm. Ondan da çox şey öyrəndim. Ondan öyrəndim ki, pisliyə pisliyindən qalmırsan, mən ya yaxşılığından qalım. Çox gözəl bir cümlədir. Və onun timsalında bütün fərqliliyə malik insanlara mesaj olaraq ötürürük ki, özünüzü sevin. Öpürük sizi, sağ olun. Canım mənim, xoş oldu səni görək. Çox sevindim. Səninlə qürur duyuram. Özünü çox sev, çox gözəlsən, çox fərqlisən, çox gözəlsən. Həmişə kimsələ nəsə desə, bilginən ki, səni sadəcə sevməyərəkdən. Çünki normal insan heç bir zaman heç kəsi zəif yerindən və yaxud da həssas nöqtəsindən toxunmur. Bəli, öpürəm sizi, sağ olun, getdik.